Salam əziz şagirdlər və abituriyentlər. Hər birinizi xoş gördük. Bugün sizlərlə bir yerdə şagirdlərin diqqətsizlik etdiyi bir sual tipi ilə tanış olacağıq. Gəlin başlayaq. Mühərrikin gücünün zamandan asılı qrafiki verilmişdir. Bu mühərrikin 10 saniyə ərzində. Aha, 10 saniyə deyir. Deməli bizə nə verildi? Zaman. T bərabər oldu nəyə? 10 saniyəyə. Və gördüyü işi neynir soruşur bizdən. İşimiz nədir? Sualdır. Biz qrafikdən gördüyünüz kimi gücün zamandan asılılığı verildiyinə görə gücü də götürə bilərik. 10 saniyəyə uyğun gücümüz neçə oldu? Gördüyümüz kimi 40. N bərabər oldu nəyə? 40-a. Və beləliklə biz düsturdan istifadə edəcəyik. Düsturumuz gücün düsturu N bərabərdir. A bölək T-dir. Buradan bizdən soruşulan işi A-nı tapmalıyam. A bərabər olur nəyə? A bərabər olur N vuraq T-yə. İndi şagirdlərin diqqətsizlik etdiyi məsələ nədir? Hansı ki, N var 40-dır, T var 10-dur. Yerinə qoyurlar, 40 10-a vururlar, 400 götürürlər cavabı. Amma bu belə deyil həlli. Nəyə baxmaq lazımdır? Düsturda görürsünüz, N qrafikin yuxarı hərfidir. Baxın, N nədir? Qrafikin yuxarı hərfi. T nədir? Qrafikin aşağı hissəsinin hərfi. Yadınızda saxlayın, qrafikin yuxarı hərfi ilə aşağı hərfi düsturda bir-birinə vurulursa, artıq avtomatik qrafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsinə baxmalıyıq. Baxın, qrafikimiz bu qrafikin zaman oxu ilə, T oxu ilə əmələ gətirdiyi fiqur. Gördünüz? Burada nə alındı? Baxın, fiquru da rəhləyirəm. Bir üçbucaq alındı. Bu üçbucaq necə üçbucaqdır? Düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsi də onun katetləri hasilinin yarısına bərabərdir. S bərabərdir 2-də 1 vuraq. Katetlərimizin, bir katetimiz neçə olur? 10, hansı ki, baxın, bu hissə katetimiz. Gördüyünüz kimi 10-dur. Digər katetimiz, baxın, bu hissədir. Neçədir? 40-dır. Deməli, onda 10-u vururam 40-a. İxtisar gedir. Burada qaldı 20, 200.